Salam əziz abituriyentlər, 6 nömrəli sualın izahını təqdim edirik. Xəritə sxemi əsasən BRICS təşkilatına daxil olan ölkələri və onlara aid ümumi xüsusiyyətləri müəyyən edin. Bu sualı nəzərdən keçirməzdən öncə BRICS təşkilatına üzv olan ölkələrə diqqət yetirək. Verilmiş xəritə sxemdə BRICS təşkilatına üzv olan ölkələri görürük. Braziliya, Cənubi Afrika Respublikası, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Hindistan. Bu ölkələr BRICS təşkilatına üzv olan ölkələrdir. İndi isə verilmiş ölkələrə nəzər yetirək. Baxaq görək hansı ölkələr BRICS təşkilatına üzvdür. Kanada BRICS təşkilatının üzvü deyil. Braziliya BRICS təşkilatının üzvüdür. Əlcəzair BRICS təşkilatının üzvü deyil. Səudiyyə Ərəbistanı BRICS təşkilatının üzvü deyil. Çin Xalq Respublikası BRICS təşkilatının üzvüdür. Avstraliya İttifaqı BRICS təşkilatına üzv deyil. Deməli, bizə lazım olan ölkələr Braziliya və Çin Xalq Respublikası 2-3 rəqəmləri ilə ifadə olunub həmin ölkələr. Burada variantlara baxırıq. Yalnız D variantı uyğun gəlir. Deməli, D variantı doğru cavabdır. Və biz müvafiq olaraq verilmiş xüsusiyyətləri seçməliyik. BRICS təşkilatına üzv olan ölkələrə aid xüsusiyyətləri. Burada A, C, F bəndlərini təqdim edib. Filiz ehtiyatı ilə zəngindirlər. Bəli. Hər ikisi filiz ehtiyatları ilə zəngindirlər. Böyük su elektrik stansiyalarına malikdirlər. Bəli. Üç dərə su elektrik stansiyası, İtaypur su elektrik stansiyalarını nümunə göstərə bilərik. Burada isə əhalinin əksər hissəsi ölkənin şərqində məskunlaşmışdır. Bəli, doğru cavabdır. Belə ki, hər iki ölkənin qərb istiqaməti ekstremal təbii şəraitə malik olduğu üçün, əksinə şərq istiqaməti isə əlverişli təbii coğrafi mövqeyə malik olduğu üçün ölkə əhalisinin əsas hissəsi hər iki ölkədə ölkənin şərqində məskunlaşıb. A, C, F bəndləri doğru cavablardır. Burada yeni sənaye ölkələr qrupuna aid edilirlər. Əslində bu hər iki ölkə yeni sənaye ölkələr qrupuna aid edilir. Ərazilərində köhnə tənəzzülə uğramış sənaye rayonları yerləşir. Ərazilərində köhnə sənaye rayonları əsasən yerləşən ölkələr inkişaf etmiş ölkələrdir. İnsan inkişaf indeksi çox yüksəkdir. Xeyr, bu ölkələr hər ikisi inkişaf etməkdə olan ölkələr qrupuna aid edilir və bu hər iki ölkədə insan inkişaf indeksi yüksək deyil. Doğru variant D variantı.